İsrail-İran müharibəsində hansı dövləti dəstəkləyirsiniz? Heç bir dövləti dəstəkləmirəm. İndi biz ölkə olaraq İsrailə indi daha yaxın ola bilərik siyasi cəhətdən. Amma mən düşünürəm ki, bizim prezident İlham Əliyev ortada bir tutum göstərir, yəni siyasi cəhətdən. Müharibənin əsas qaydalarından biridir ki, bu sivillərə zərər verməyəsən də. İsrail bu şeyi pozdu. Daha sonra mən yenə İranı bəyənmirəm, çünki yenə də mən düşünmürəm ki, İran ölkə olaraq bizə qarşı səmimidir. İkisini də tutmuram mən, yəni komanda kimi, amma ikisinin də yəni dünyaya zərərdən başqa bir şey gətirmədiyini düşünürəm. Müharibəyə qarşıyam, belə deyək. Olmasın müharibə. Mən siyasətlə məşğul edirəm. Əslində iki tərəfində günahı var. Qalib gəlməli əslində bir tərəf yoxdur, iki tərəf də uzacaq, sözsüz. Bir tərəf ekonomik cəhətdən uzacaq, digər tərəf isə insanlıq cəhətindən. İsrail-İran müharibəsində hansı dövləti dəstəkləyirsiniz? Mən İranı dəstəkləyirəm qardaşım. Nəyə görə? Müsəlman olduğuna görə. Müslüman ölkəsi. Sizcə hansı qalib gələcək, İsrail yoxsa İran? İsrailin dalında Amerika'dır yani. Bu İsrail müharibəsi deyil, bu Amerika'nın müharibəsidir İranla. Yəqin ki, mən belə fikirləşirəm, Amerika olacaq. Müharibədə tərəf tutmazlar. Vallahi biz bu haqda heç də deyə bilmərəm. Bütün dünyadakı müharibələrin bitməsini istəyirik. Biz müsəlman bir ölkə isə, insanlığın tərəfdarıyıqsa, uşaqların ölməsini istəmiriksə, əlbəttə müharibə istəmərik. Biz özümüz illər boyu müharibədən əziyyət çəkmiş bir dövlətik. Bununla əlaqə acların indi sarmağa başlamışıq. Mən heç bir tərəf tutmuram. Sadəcə olaraq bütün dünyaya barış arzulayıram. Sizcə İsrail qalib gələcək yoxsa İran? Bunu zaman göstərəcək. Çox qəliz bir sualdır. Hətta bunu heç bu dəqiqə siyasətçilər, analitiklər də cavablandıra biləcək bir cavab deyil. Yəqin ki, barış qalib gələr. Savaş yox. Gözəl cavab. İsraili dəstəkləyirəm. Nəyə görə? Ona görə ki, İsrail bizə kömək elədi. Birinci Qarabağ müharibəsində. İndi baxıram, köhnə kadr verirlər 93-cü ilin samolyot enir, bizə humanitar kömək gətirir, İsrail. Amma bizə bir dənə müsəlman ölkəsi kömək eləmədi o vaxt. Sizcə hansı qalib gələcək, İsrail yoxsa İran? Vallahi bu oyundur. İndi də düz də onu bombalayır, bunu bombalayır, bu da bizə böyük siyasət var. İndi biz adi insanlarıq, biz nə bilirik? Belə qalsa, gücə qalsa qarşı İsrail müharibəni udacaq. Ona görə də arxasında Amerika kimi dövlət durur. Heç bir dövlətin tərəfini saxlamıram. Siyasət üçün elə bir şeydir ki, dövlətlər öz aralarında arazılığa gəlməlidir. Burada müdafiə nəyə ehtiyac var? Hegemon dövlətlər öz hegemonluğunu göstərmək istəyir. İrana indi əsassız səbəb olaraq hücuma keçiblər. Məruz qalıb İran bu hücumlara. İndi Trump vadar eləyir ki, gəl qol çəklə ki, nüvə hazırlığın olmayacaq. Nüvə işinə baxmayacaqsan, bundan yan geç, ondan sonra sizi bağışlayaq. Belə olanda gərək İran əvvəldən fikirləşib əldə eləyərdi. 40 milyon Azərbaycan xalqım yaşayır. Mən istəmirəm ki, öz xalqım orada məhv olsun. Onun balaları, tapışsın, Allah eləməsin, bura assalam, mən öz balam kimi neyini yerəm? Düzdür, qardaş. Ha? O da mənim bir müsəlman, həm müsəlmandır, həm də yerimizdir, yəni Azərbaycan xalqıdır. Onun başçıları o vaxtı neyniyib, nə qarıb, o xalqın bir təqsiri var. Əlbəttə yoxdur. Sizcə hansı ölkə qalib gələcək, İran yoxsa İsrail? İran? Deməli. Əvvəlcədən proqnoz vermək biraz çətindir. Hər halda düzünü Allah bilər.